Salam uşaqlar. Bugün sizlə dövr cədvəlinin tarixi 8-ci sinif 1-ci hissə kitabdan dövr cədvəlinin tarixi mövzusunun tapşırıqlarına baxacağıq. Oxuyaq birinci tapşırığı öyrəndiklərinizi tətbiq edin. Deyir ki, Newlandın tərtib etdiyi cədvələ əsasən oxşar xassələ elementləri misallar göstərin. Bu cədvələ əsasən kükürt xassələrinə görə hansı elementləri oxşar hesab olunur? Gəlin gedək tapaq Newlandın cədvəli. Newlandın cədvəli budur. Newland deyir ki, mən elementləri kütlələrin artma sırası ilə düzmüşəm və hər 8-ci element birinci elementin oxşar xassəyə malikdir. Yəni, bax, əgər bizim, gözləyim bunu kiçildim, yazım. Əgər bizim hidrogenimiz birinci elementdirsə, 2, 3, 4, 5, 6, 7, 8. 8-ci element deyir, hər 8-ci element birinci elementdən eyni xassəyə malikdir. Yəni, hidrogen, flor. Bunlar eyni xassəyə malikdir. Əgər indi tutalım ki, flor 1-2 seçsən, 2, 3, 4, 5, 6, 7, 8. Aha, deməli, florla da xlor eyni xassəyə malikdir. Bu belə. İndi bizə deyir ki, əsas şərtdə kükürtlə hansılar eyni xassəyə malikdir. Onu necə hesablayırsınız? Bax, kükürtü qəbul edirsiniz 1. Eləmi? Sonra sayırsan. 2, 3, 4, 5, 6, 7, 8. Bir kükürtlə 8 eyni xassəyə malikdir. Oldu mu? Əgər kükürtü tutalım ki, 8 qəbul etsən, 7, 6, 5, 4, 3, 2, 1. Onda 1 oksigenə düşür. Deməli, oksigenlə kükürt eyni xassəyə malikdir. Eyni şəkildə dəmir də kükürtlə eyni xassəyə malikdir. Çünki biz kükürdü 8 qəbul edəndə 1'ə oksigen düşdü. 1 ilə 8 eyni deyirik. Kükürdü 1 qəbul edəndə 8 feriuma düşdü. Dəmirə düşdü. Kükürdlə də dəmir yenə də eyni xassəyə malik olur. Bu birinci sualımızın, yəni öyrəndiklərinizi tətbiq edinin cavabı. Öyrəndiklərinizi yoxlayın da nə deyir? De Bruynerin təklif etdiyi triadalarda hansı qanunluq müşahidə olunur? Bunu bir misal üzərində izah edin. Deməli, De Bruyner triadalar qanununu yaradıb. Triadalar qanunu nədir? Tri ümumiyyətlə 3 deməkdir. De Bruyner oxşar xassəli 3 dənə element götürüb və De Bruyner deyir ki, hər bir element, ortadakı elementin kütləsi birinci və üçüncünün kütləsinin cəminin yarısına bərabərdir. Yəni, məsələn, ortadakı element stronsiyumdur. Birinci elementi götürüb kalsiyum, üçüncünü götürüb baryum. Deyir ki, stronsiyumun kütləsi olan 88, baryumun kütləsi olan 40-la, daha doğrusu kalsiyumun kütləsi olan 40-la, baryumun kütləsi 137-ni cəmləyib 2-yə bölsəm, təxminən mənə 88 verir. Və bu 88 ortadakı stronsiyumun kütləsinə bərabər olur. Və yaxud ikinci nümunədə. Litiumun kütləsi 7-dir. Bax, litiumun kütləsi 7. Kaliumun kütləsi 39-dur. De Bruyner deyir ki, 7 ilə 39-u toplayıb 2-yə böləndə 23 verir. Və bu 23 ikinci elementin kütləsinə bərabər olur. Eyni şəkildə xlorun kütləsinə 35, yodun kütləsi 127 qəbul olunsa. 35 ilə 127-ni toplayıb 2-yə böləndə 80 verir. Bu da verir mənə ortadakı bromun kütləsi. Yəni, birinci və üçüncü elementin kütləsini toplayıb yarıya bölsək, bizə ikinci elementin kütləsini verir. Bu da De Bruynerin triadalar qanunu adlanır. İkinci sual. Mendeleyev və Leyerin tərtib etdiyi cədvəllərin əsas oxşarlığı nədir? Mendeleyevin tərtib etdiyi cədvəlin hansı xüsusiyyətləri qeyd oluna bilər? Bu məlumatlar kitabımızın içərisində çox aydın şəkildə verilib. Deməli, De Bruynerlə Mendeleyevin ümumiyyətlə cədvəlləri demək olar ki, daha doğrusu Mendeleyevlə Leyerin tərtib etdiyi cədvəllərin oxşar xassələri var, amma eyni şəkildə onların fərqli xassələri də var. Nədir bunların fərqli xassələri və oxşar xassələri? Deməli, hər ikisi elementləri atom kütlələrinin artma sırası ilə düzüb. Həm Mendeleyev, həm də Meyer. Və onlar elementləri elə düzmüşdülər ki, həmin elementlər dövrü olaraq aralarında oxşarlıqlar müəyyən ediblər hər biri. Və buna baxmayaraq Mendeleyevin tərtib elədiyi cədvəl Meyerin cədvəlindən daha üstün görülürdü. Halbuki onların cədvəlləri demək olar ki, oxşar idi.
Bəs Mendeleyevin cədvəli niyə üstün idi? Hansı üstünlükləri var idi? Mendeleyev elementləri bildi ki, atom kütlənin artma sırası ilə düzüb, Meyer də belə eləmişdi. Mendeleyev 63 dənə elementi götürüb və onları 12 dənə dövrdə, 8 dənə qrupda yerləşdirib. Eyni şəkildə Mendeleyev həmin o deyirik ki, şaquli sütunlar, yəni şaquli sütunlar deyəndə qruplar nəzərdə tutulur. Həmin eyni qrupda olan elementlərin fiziki və kimyəvi xassələrin oxşarlığını müəyyən edib və ilk dəfə olaraq Mendeleyev dövri sistemdə ailə sözünü formalaşdırıb. Ailə deyəndə qrup anlayışını gətirib. Və Mendeleyevin əsas işi nə idi? Əsas o idi ki, o yeni kəşf olunacaq elementləri əvvəlcədən düşünüb və onlar üçün boş yerlər saxlayıb dövri sistemdə və həqiqətən də həmin elementlər daha sonra kəşf olunub dövri sistemə yerləşdirilmişdi. Həmin elementlər də qalyumdur, germaniumdur, skandiyumdur, hafniyumdur. Yəni Mendeleyevin, Meyerin cədvəlindən həqiqətən də üstünlükləri var idi. Ona görə də elə Mendeleyevin cədvəli nəşr olunur. Yəni daha doğrusu Meyerinki də nəşr dərc olunur, amma Meyerinki alimlər tərəfindən tənqid olunur daha çox, amma Mendeleyevin cədvəli əksinə rəğbət qazanır.